רבש באמת היה המוגיקני האחרון, ומכל שנה ושנה שעוברת ביום הסתלקותו אנחנו רואים Rabbaş həqiqətən də sonuncu magikan idi və hər keçən il onun vəfat günü gəldikcə biz doğrudan da bunun belə olduğunu görürük. Onun böyüklüyündə ola biləcək başqa biri yoxdur və ümumiyyətlə bu günlərdə belə bir kabalist yoxdur. Biz həqiqətən ruh düşkünlüyünün baş verdiyi sonuncu nəsilik və məhz bu səbəbdən yalnız yüksəlişə doğru bir yol var. האביב היה מקובל האלוקי Balsulam ilahi bir kabalist idi. O bütün kabala elmini bizim nəslimiz üçün açdı. קבלה לאלו שלא נמצאים בתוך ההרגשה הרוחנית, לאלו שלא מקובלים. Balsulamdan əvvəl heç bir kabalist kabala elmini ruhani hissiyat içində olmayanlar üçün yazmamışdı. Yəni kabalist olmayanlar üçün. בשפה, ובמיוחד בסגנון שכל אחד שלא נמצא Balsulam bu işdə birincidir. O kabalanı elə bir dildə və üslubda yazdı ki, ali dərk etməyə çatmamış, ümumiyyətlə bunun nə olduğunu tanımayan, sadəcə bu dünya üzərində olan bir şeyə meyli olan hər kəs üçün əl çatan idi. להרגשת העולם העליון, להתקרבות לבורא. בזמן האחרון אנחנו Onun kitabları vasitəsilə hər kəs ruhani dərkə çatmaq, ali aləmi hiss etməyə daxil olmaq, yaradana yaxınlaşmaq üçün kömək ala bilər. Son vaxtlarda biz İsraildə akademik çevrələrdə Balsulamın kim olduğunu və onun Yahudi fəlsəfəsindəki fəaliyyətinin miqyasını izah etməyə başlamışıq. Və o zaman onlara məlum olur ki, onlar ümumiyyətlə onu gözdən qaçırıblar və anlamayıblar ki, söhbət nəhəng bir insandan gedir. O öz kitablarında bütün bəşəriyyətin tarixindən, bütün reallıqdan, onun yaranmasından, aləmlərin və bizim aləmimizin yaradılışından və bizim keçdiyimiz bütün prosesdən bəhs edir. Bütün bunlardan o bizə yaradılış məqsədinə çatmaq üçün aydın bir yol verdi. O həmçinin nə gözlədiyini izah etdi. ובן שלו, בנו הבכור, המורה שלי. Onun oğlu, böyük oğlu, mənim müəllimim Balsulamın sözlərini daha da dərindən açdı. הפנימית של האדם, בהשגה האישית של האדם. Xüsusilə insanın daxili işi, şəxsi idraki və ruhani aləmlərlə bağlı. Hər bir insan, əgər təbiətin və bu dünyanın fövqündə olan bir şeyə maraq göstərir və arzu duyursa, bu dünyanın onu doyura bilmədiyini hiss edirsə, o Balsulamın kitablarını və Rabaşın kitablarını aça və onlar vasitəsilə göylərə sevgi ilə qalxa bilər. ממש לעוף בשמיים. וככה הייתי בא ומטייל איתו כאן, והיינו מדברים על המאמרים הבאים שהוא יכתוב. ואחר כך, כשהיינו באים הביתה, הייתי נשאר למטה. Və beləcə mən onunla buraya gəlirdim, bir yerdə gəzirdik və o yazacağı növbəti məqalələr barədə danışırdı. Sonra evə qayıtdıqda mən aşağıda qalırdım. Gecə düşərdi və müəllimim yuxarı qalxardı. Mən isə ona bir fincan qəhvə hazırlayardım, o isə yazı masasında oturardı. Və sonra mən yuxarıdan onun mənzilindən barmaqlarının klaviaturada necə yazı yazdığını eşidərdim. Və beləliklə hər həftə biz yeni bir məqalə alırdıq. Bu insan tənbəl deyildi, hər şeyi izah edirdi, bütün mümkün olan yolları və üsulları. Yəni biz ruhani idraka doğru getdiyimiz yolda nə hiss edir və anlayırıqsa, onların hamısı.